Salam. Gəlin bu videoda şəxsi cümlələrə aid testlərə baxaq. Ümumiyyətlə şəxsi cümlə nədir? Şəxsi cümlə mübtədası olmayan və təsəvvür olunması da qeyri-mümkün olan sadə cümlələrdir şəxsi cümlələr. Şəxsi cümlənin mübtədası dediyim kimi olmur və onu bərpa eləmək də olmur. Bu cümlələr xəbər əsasında formalaşır və xəbəri də üçüncü şəxsin təkində olur. Xəbərə biz baxacağıq. Xəbər təbii ki, ismi xəbər də ola bilər, feili xəbər də ola bilər. Gəlin indi bir-bir suallara baxaq. Birinci sualda biri, ikinci dərəcəli üzvləri olmayan şəxsi cümlədir deyir. Yəni biz həm şəxsi cümləni tapırıq, həm də ki, baxırıq orada ikinci dərəcəli üzv olmasın. İndi belələrinə az təsadüf edilir. Bəli, təsadüf edilmək bu şəxssiz növdə olan feildir və bir şey də qeyd edeyim ki, şəxssiz növ feillər şəxssiz cümlənin xəbəri olur əsasən. Amma burada nə zaman indi bizim zəfliyimiz var, yəni ikinci dərəcəli üzv var burada. A variantını ona görə çıxırıq. İclasda bu işə baxılmadı, nə edilmədi, baxılmadı. Deməli, nəyə? İşə. Burada tamamlıq var. Ona görə B variantını da çıxıram heç digərlərinə baxmadan. Görünür getmək vaxtı idi. Aha, getmək vaxtı idi birlikdə xəbər olur. Görünür isə cümlə üzvü olmur. Burada modal sözdür. Yəni arasız, ona görə götürmürük. Bu cümlə sadəcə xəbərdən ibarətdir və biz bunun mübtədasını tapa bilirikmi? Nə getmək vaxtı idi, hara, kim olmur. Yəni mübtədanın sualı bilirsiniz də kim, nə, haradır və bu sualların heç birini yəni hansını versə cavab ala bilməzsiniz. Bu tipli cümlələr mübtədasını bərpa eləməkdə olmur deyə. Yəni elə cavabımız C olur. Digər variantlara da baxaq. İnsana yalan danışmaq yaraşmaz. Yaraşmaz. Nə? Yalan danışmaq. Yəni burada mübtədası var. Ona görə götürə bilmirik. Haykü edənlərdən xoşum gəlmir. Xoşum gəlmir. Kimdən? Burada da tamamlığı var. İkinci dərəcəli üzvü. İkinci suala baxıram. Deyir ki, biri şəxssiz cümlədir. Qəfildən Zümrüd müəllimənin qapısı döyüldü. Nə edildi? Döyüldü. Nə? Zümrüd müəllimənin qapısı. Bu cümlənin mübtədası var. Ona görə A variantını çıxıram. Eldar şamı yandırıb Nərgizin dediyi kitabı axtarmağa başladı. Nə etdi? Başladı. Kim? Eldar. Deməli, burada da mübtəda var. B variantını da çıxıram. Günel atasına kömək edirdi. Nə edirdi? Kömək edirdi. Kim? Günel. Mübtədası var burada da. Çıxıram bu variantı. Eldar şamına yalnız Azərbaycanda təsadüf edilir. Deməli, bəli, təsadüf edilir şəxssiz növ feildir və buna görə də bu cümlə şəxssiz cümlə olur. Yəni bu cümlənin mübtədası da yoxdur. Murovun zirvəsindəki buludlar yavaş-yavaş dağılırdı. Nə edirdi? Dağılırdı. Nə buludlar? Bunun da mübtədası olduğu üçün biz bu variantı çıxırıq. Cavabımız qalır D variantı. Üçüncü cümlədə şəxssiz cümləni müəyyən edin deyir. Elmin gücünə tərəqqi etmək həmişə mümkündür. Mümkündür xəbər. Nə mümkündür? Elmin gücünə tərəqqi etmək. Baxın, mübtəda var. Mübtəda varsa bu müəyyən şəxsi cümlədir. A variantını silirəm. Aza da çoxa da qane olarlar. Aha. İndi dedik ki, əvvəldə şəxssiz cümlənin xəbəri neçənci şəxsdə olmalıdır? Bəli, üçüncü şəxsin təkində. Yəni o olmalıdır. Üçüncü şəxsin təkindədirsə, onda mən B variantını çıxıram. Çünki üçün cəmindədir, uyğun deyil bu. C variantını çıxıram, çünki çaya çatmamış çırmalanma. Kim? Sən. Bu da ikinci şəxsdədir. Mənə üçün təki lazımdır. Şahbaz, sənə arxayın ola bilərəmmi? Kim? Mən. Birinci şəxsdir. Yenə olmadı xəbər. Qəbələ mehmanxanasında bizə çox yaxşı xidmət göstərildi. Bəli, şəxssiz növ feillər şəxssiz cümlənin xəbəri olur. Deməli, cavabımız oldu E variantı. Baxın, xidmət göstərildi. İndi feil mövzusunda yəqin ki, şəxssiz növ feilləri keçmisiniz. Həmçinin mübtəda yoxdur. Xidmət göstərildi deyəndə kim, nə, hara deyə bilmirik. Cavabımız olur E variantı. 4də şəxssiz cümləni müəyyən edin. Ağacları budamaq vaxtı idi. Aha, bəli, elə cavab A variantıdır.
Çünki ümumiyyətlə şəxsi cümlənin xəbəri ismi xəbər ola bilər. Söz birləşmələri ilə ifadə oluna bilər. Sözlərlə, yəni isimlə, zərflə ifadə oluna bilər. Ona görə də elə burada cavab A variantıdır. Burada mübtəda yoxdur. Xəbərdə ismi xəbərdir. Gəlin digər variantlara baxaq. Bu işi sabaha saxlamayın ki, siz. Burada üçün təki olmadı. Dağların zirvəsi dumana büründü. Aha, büründü. Nə? Dağların zirvəsi hara? Dağların zirvəsi mübtəda var, müəyyən şəxsdir. Səhərə qədər müzakirə davam etdirildi. Davam etdirildi. Nə? Müzakirə. Deməli, burada da mübtəda var. Adam ayağını yorğanına görə uzadar. Nə edər? Uzadar. Kim? Adam. Deməli, bunun da mübtədası var. Uyğun olmadı. 5-də şəxsiz cümləni müəyyən edin. Qara, qıvrım saçları gözlərinin parıltısını daha da artırırdı. Nə edirdi? Artırırdı. Nə? Saçları. Baxın, bunun da mübtədası var. A variantını ona görə çıxıram. Bir şeyə qərar verəndə gərək tələsməyəsən. Xəbər ikinci şəxsdir. Sən tələsməyəsən. Uyğun deyil. Möhtərəm hakim, artıq gecdir. Bəli. Gecdir burada xəbərdir. Ona görə burada yəni mübtəda da yoxdur. Baxın, möhtərəm hakim burada xitab eləyir, yəni çağırış var. Ona görə də burada mübtəda yoxdur. Cavabımız elə C variantı olur. D-yə baxaq. D-nin xəbəri üçün cəmindədir. Ona görə götürə bilmirik. Dəniz tərəfdən sərin meh əsirdi. Nə edirdi? Əsirdi nə meh? Bunun da mübtədası olduğu üçün biz bunu götürə bilmirik. 6-cı sualda şəxsiz cümlənin xəbəri neçənci şəxsdə olur? Bunu bayaqdan bir neçə dəfə təkrar eləmişəm. 3-cü şəxsin təkində olur. 7-də şəxsiz cümləni müəyyən edin deyir. Meşəyə boğuq bir gurultu yayıldı. Nə edildi? Yayıldı. Nə? Gurultu. Xeyr, mübtəda var, müəyyəndir. Onu ucqar bir kəndə pasalyon göndərdilər. Üçün cəmindədir. Mənə üçün təki lazımdır. Ertəsi günü araba qoşdular. Xeyr, baxın üçün cəmindədir, heç oxumağa dəyməz. Cəmindədir. Getdi, qaldı cavab elə E variantı. Əhmədin sənədlərinə daha çox diqqət yetirildi. Diqqət yetirildi. Şəxsiz növ feildir. Ona görə də biz elə şəxsiz cümlə olaraq bunu götürürük. Şəxsiz növ feillər də nə idi? Baxın, onu da yadınıza salın. Şəxsiz növ feillər ıl-ın şəkilçisi ilə düzəlirdi. Təsirsizdən düzəlib təsirsiz olaraq qalırdı və mübtəda şəxs olmurdu. Bu şəkildə tapa bilərsiniz. Baxın, elə orada da şəkilçisi, il şəkilçisi verilib, diqqət yetirildi. Daha sonra 8-ci sualda biri şəxsiz cümlədir deyir. Səhərin açılmağını gözləyirdik. Kim? Biz. Biz birin cəmidir, xəbər uymur. B-ni də çıxıram, xəbər üçün cəmindədir. Baxın, C-ni də çıxıram, qaldı D-lə E. Aha, indi gəlin baxaq. Baxın, E variantında çıxacam. Yanmaqdır. Nə? Yaşamaq. Mübtədası var. Onu da çıxanda cavabımız qalır D variantı. Və əgər bu tipli cümlələri, yəni şəxsiz cümlələri tapmaqda çətinlik çəkirsinizsə, digərləri daha rahat gəlirsə, variant olaraq müəyyən şəxsini məsələn görən kimi çıxın. Çünki mübtədası olur və yaxud da xəbərə baxın, üçün cəmindədirsə çıxın. Mən 8-ci sualda necə elədim görürsüz. Sonra yerdə qalanı götürə bilərsiniz. Əkinçinin zəhmətinə qiymət verilməlidir. Bəli, qiymət verilməlidir. Nəyə? Əkinçinin zəhmətinə. Amma kim, nə, hara deyə sual verib cavab ala bilmirik. Cavabımız olur D variantı şəxsiz cümlə. 9-da şəxsiz cümləni müəyyən edin deyir. Ramizə xəbərdarlıq edildi. Aha, xəbərdarlıq edildi. Bu da elə şəxsiz növ feildir. Ona görə elə A variantını götürürük. Kimə? Ramizə tamamlıqdır. Burada mübtədamız yoxdur yenə. 10-cu cümlədə şəxsiz, daha doğrusu 10-cu sualda şəxsiz cümləni müəyyən edin deyir. Gəlin baxaq. Deməli, Tahirzadə ondan razı qalmadı. Razı qalmadı. Kim? Tahirzadə. Mübtədası var. B-ni xəbərə görə çıxıram. Çünki üçün təki lazımdır. Bu cəmidir. Baxın, D-ni də ona görə çıxıram. C-yə baxaq. Bura məncə çox səliqəlidir.
səliqəlidir. Hara, bura mübtədası var. Buna görə çıxıram. Şəhərdə atəşfəşanlıqdır. Atəşfəşanlıqdır xəbər. Harada? Şəhərdə. Amma mübtədə yoxdur. Cavabımız E variantı. Görürsüz, bunu da eyni cürə tapdım. Yəni xəbərə baxıram və mübtədası var, yoxdur, ona baxıram. Bunda da daha rahat tapmaq olar. 11. Şəxsiz cümləni müəyyən edin deyir. O, sözün düzünü deməyə çəkinirdi. Kim? O, mübtədası var, müəyyən şəxsidir. Çıxdım. Xəbəri üçüncü əmindədir. Ola bilməz. Çıxdım. Deməli, fotomüxbirlərin gəlişi Boranlının tarixində nadir hadisə idi. Nadir hadisə idi. Nə? Fotomüxbirlərin gəlişi. Deməli, bunun da mübtədası var. Bunu da çıxıram. 53-cü ilin martı idi. Bəli, ayın 3-ü idi, ayın 5-i idi. Nə bilim, bu tipli 53-cü ilin martı idi. Bu tipli görəndə rahatlıqla şəxsiz cümlə götürə bilərsiniz. Çünki birləşmə yaradır və xəbər olur. Naiman ana yuvasından hürküdülmüş quş kimi düzdə vurnuxurdu. Kim vurnuxurdu? Naiman ana. Deməli, E variantında çıxırıq. Mübtədası var. 12-ci sualda şəxsiz cümləni müəyyən edin deyir. Onu direktorun yanına aparın. Kim? Siz. Üçün şəxsin təkində olmadı. 2-də oldu xəbər. Hamı narahat idi. Narahat idi. Kim? Hamı. Deməli, mübtədə var burada. Ona görə olmur. Adama çox söz deyərlər. Baxın, bundan əvvəlki videoda izah eləyəndə demişdim ki, qeyri-qəti gələcək zaman üzərinə larlar olanda ümumi şəxsdir. Yəni, bu hamıya aiddir. Ona görə C variantını çıxıram. Həm də larları var axı. Bayaqdan deyirik, üçüncü əmində ola bilməz. E-də də baxın, gözləyirəm ki, mən birinci şəxsdədir. Cavabımız qaldı D variantı. Oyunun başlanmasına az qalıb. Nə edib qalıb? Nə qədər az? Nəyə? Oyunun başlanmasına. Baxın, belə bu şəkildə. Bu da zəiflikdir. Ona görə mübtədə yoxdur. Cavabımız elə D olur. 13-də şəxsiz cümləni müəyyən edin deyir. A variantında çoxları cavab verməli olacaq. Cavab verməli olacaq. Kim? Çoxları. Mübtədası var. Hamı bahar fəslini sevir. Nə edir? Sevir. Kim? Hamı. Çıxdı. İndi bu məsələyə müxtəlif cür yanaşılır. Bəli, deməli burada xəbərimiz şəxsiz növ feildir. Ona görə cavabımız C olur. Bu qələbəyə qəlbən sevinirik. Kim? Biz. Birinci şəxsin cəmindədir. Xəbər ona görə çıxdıq. Burada da üçüncü əmindədir. Xəbər uyğun deyil. 13-də deməli C variantı olur. 14-də şəxsiz cümləni müəyyən edin deyir yenə. Dəmir isti-isti döyərlər, xeyr, xəbəri üçüncü əmindədir, olmur. Çoban yastığı ağ rəngli gözəl bir çiçəkdir. Nə? Çoban yastığı mübtədası var. Məktəbin dəhlizində sakitlikdir. Sakitlikdir xəbər. Harada? Məktəbin dəhlizində. Yenə mübtəda yoxdur. Cavabımız elə C variantı. Yəni mübtəda yoxdur o demək deyil. Baxın, müəyyən şəxsidə də bir daha deyirəm, qeyri-müəyyəndə də mübtəda olmaya bilər. Amma onları da bərpa eləyə bilirik. Məsələn, qeyri-müəyyən şəxsidə onlar qoya bilirik. Gəldilər desə, onlar gəldi deyə bilirik. Amma burada mübtəda qoya bilmirəm. Sakitlikdir deyəndə, nə qoyun bura? Kim sakitlikdir? Hara? Yoxdur, qoya da bilmirəm, bərpa eləyə bilmirəm. Bir də xəbərə daha çox fikir verin. Xəbəri tutsaz, məsələn, gecdir, sakitlikdir, ayın 3-idir, bu tipli frazeoloji birləşmələr və s. görəndə götürün rahatlıqla, belə daha rahat tapacaqsınız. 15-ci sualda şəxsiz cümlə haqqında fikirlərdən biri səhvdir. Xəbəri üçüncü təkində olur, düzdür. Mübtədası olmur və təsəvvür edilməsi də qeyri-mümkündür, düzdür. Yalnız ismi xəbərli olur, xeyr. Bayaq qeyd etdim ki, feil xəbər də ola bilər. Feilin şəxsiz növü və frazeoloji birləşmələrlə ifadə oluna bilər. C variantı səhvdir. 16. Biri şəxsiz cümlədir. Tələbəni yoxlamaq üçün tapşırıq verdi. Nə etdim? Deməli, baxın, burada verdi sözü. Tamam, olsun, baxın, o. Kim? O verdi. Yəni, üçüncü şəxsin təkindədir. Amma burada o verdi deyə bilirik də. Yəni, mübtəda qoya bilirik bura, bərpa eləyə bilirik. Ona görə A variantı şəxsiz deyil. Uşaqlıqdan ona tanış olan yerləri təkrar gəzdikcə
qəlbində qəribə duyğular oyanırdı. Xeyr, bu da olmur. Şəhərin ən gözəl görməli yerlərini gəzib dolaşdı. Kim o? Yəni burada da bərpa eləyə bilirik. Evin bütün oymalı qapıları küknar ağacından hazırlanmışdı. Nə evin qapıları, burada da mübtəda var. İstanbulun tarixi abidələrini görəndə Arifin ağzı açıla qalmışdı. Baxın, ağzı açıla qalmaq. Frazeoloji birləşmədir, yəni deməli olur elə ev variantı. 17-də deyir ki, hansılar şəxssiz cümlədir? Həsəngilin məhəlləsində bərk vurhavurdur. Nədir vurhavurdur? Nə vurhavurdur? Hara? Kim olmur? Deməli, bəli, şəxssizdir. Südü aparıb qonşumun səsinə verdim. Kim, mən, uymur. Xəbəri birinci şəxsdir, bizə 3 lazımdır. Deməli, 2 olan variantları çıxdıq. Şaxtalıq çovğunlu qış günüdür. Bəli, bayaq qeyd elədim ki, bu tipli olanda götürürük. Kəhər qulaqlarını şəkləmişdi. Xeyr, acı bibəri qurd yeməz. Qurd var burada. Ona görə çıxırıq. Yəni yeməzinə qurd. Onun belə işlərini heç acığım tutmazdı. Acığı tutma frazeoloji birləşmə, deməli A variantı 1, 3, 6. 18-də şəxssiz cümlə hesab etmək olmaz deyir bu dəfə. Gəlin baxa hansılar olmaz. Atamın belə tez gələcəyini bilmirdim. Kim, mən, birinci şəxsdir. Ona görə yəni götürə bilmirəm. Şəxssiz cümlə deyil. 2-də şəxssiz cümlə deyil. Xəbəri 3-cü əmindədir. Çünki may ayının axırları idi, şəxssizdir. Səhərə az qalıb, şəxssizdir. Hər ay oğluna xərclik göndərərdi. Baxın, kim göndərərdi? O. Qoya bilirəm onu. Deməli, burada 5-i də götürürük. Şəxssiz cümlə deyil. Cavabımız 1, 2, 5 oldu. Rəisin tapşırığına əməl edildi. Şəxssiz növ feildir. Ona görə də şəxssiz cümlədir. 19-cu sualda şəxssiz cümlələri müəyyən edin deyir. Sevincimdən qanad açıb uçmaq istədiyim günlərdən biri idi. Birincidə deməli şəxssiz cümlədir. Çünki mübtədası yoxdur və baxın birləşmə ilə ifadə olunub. Biri götürdüm şəxssiz cümlə olaraq. Evdə oturduğumuz daha bəsdir. Bəsdir. Nə bəsdir? Evdə oturduğumuz. Xeyr, bu şəxssiz cümlə olmadı. Ceyran xanım sürgündən qaydanda Novruz bayramı ərəfəsi idi. Novruz bayramı ərəfəsi idi. Deməli, tamam, oldu. Xəbər 3-cü şəxsin təkindədir. Nə zaman? Ceyran xanım sürgündən qaydanda. Aha, və mübtəda yoxdur. Elə 3-ü götürdük. Mənim sənin bu inadkarlığından xoşum gəlmir. Xoşu gəlmir frazeoloji birləşmədir, götürdüm. Verilən sözə əməl edərlər. Xəbəri 3-cü əmindədir, uyğun deyil. Deməli, cavabımız 1, 3 və 4 olur. 20-ci sualda şəxssiz cümləni müəyyən edin deyir. Deməli, toy evində qarışıqlıq idi, bəli, xəbərdir, mübtəda yoxdur, o qarışıqlıq idi deyə bilmirik, yəni kim, nə, hara olmur, harada var, bir də toy evində, o da zəiflikdir, yəni, deməli, şəxssiz cümlədir bir. Kitabları aparıb Həsən müəllimə verdim, baxın, xəbəri birin təkindədir, mən verdim də uyğun deyil. Şaxtanın qılınc kimi kəsdiyi gecələrdən biri idi, bəli, bu da şəxssiz cümlədir. Baxın, artıq testi çox işləsəz, özünüz cümlənin xəbərini görən kimi avtomatik tutacaqsınız şəxssiz cümlədir ya yox. Evdən çıxıb məktəbə gedəndə yağış yağmırdı, nə etmirdi, yağmırdı, nə yağış, mübtədası var, şəxssiz cümlə deyil. Daha sonra ağır ayaq baş əyər, nə ayaq mübtədası var. Oğlunun bəzi hərəkətlərinə acığım tuturdu. Acığı tutmaq frazeoloji birləşmədir. Deməli, doğru cavabımız 1, 3, 6 olur. 21-ci sualda şəxssiz cümlələri müəyyən edin deyir. Səninlə fəxr edirəm. Fəxr edirəm ki, mən. Deməli, burada uymur, çünki məndir. Birinci şəxsdədir xəbəri. Sabah tələbə dostlarımızdan birinin ad günüdür. Aha, dostlarımızdan birinin ad günü. Birləşmə ilə ifadə olunub, deməli, 2-ni götürdüm. İstidən cavan bir oğlan ürəyə getmişdi. Ürəyə getmək frazeoloji birləşmədir, götürdüm. Vətən uğrunda şəhid olanlar unudulmur, nə edilmir, unudulmur. Kim və vətən uğrunda şəhid olanlar?
mübtədası var. İclasda bu məsələyə toxunulmadı. Deməli, toxunulmadı şəxsiz növ feildir və belə olanda şəxsiz cümlə götürə bilərsiniz. Doğru cavabımız nə oldu? 2, 3 və 5 oldu.